Heç kəsin fikri getməsin ki, bu dünyada ancaq əziyyət çəkəcəyəm. Axirətdə isə xoşbəxt olacağam. Və yaxud əksinə, iman deyəndə, imanlı olmaq deyəndə heç kəs düşünməsin ki, hələ bu dünyada da xoşbəxt olacağam. Yəni işlərimdə xoşbəxt yox, işlərim rahat olacaq. Yağ kimi gedəcək. O da səhvdir, bu da səhvdir. Bu dünya onsuz da problemlər məcmuəsindən ibarət. Yəni imanlı oldun, olmadın. İstəyirsən imanlı ol, imansız ol, hansı yolun yolcusu olursan, ol, fərqi yoxdur. Sən problemlərin içindəsən. Arzularına çatsan da belə, onu daimi saxlamaq problemi ondan da ağırdır. Onu itirməmək qorxusu ondan da ağırdır. Problemlər həmişə var. Amma bunun bir çıxış yolu var. İman bu işə xidmət eləyir ki, tək iman yox, təbii ki, bildiyi və əməl etmək, o sonra başqa bir mövzudur. Hələ imandan danışaq ki, sən ancaq arzular aparır da səni. Sən bunu bilməlisən ki, sənin etdiyin bu arzular var, bunların hamısının mənbəyi Allahdadır. Onu təşkil edən Allahdır. Onu verən Allahdır. Sən özün müstəqil olaraq sənə elə gəlir, niyəsə nail olursan, o səni xoşbəxt eləmir. Biz bəzən hədəflə vasitəni səhv salırıq. Hədəf xoşbəxt olmaqdır, tutalım. Vasitə məsələn, maddiyyatı götürək, maddiyyatdır. Biz maddiyyatı hədəf bilirik. Görürsən, sənə xoşbəxt eləmir. Amma xoşbəxtçilik üçün tamam başqa şey lazımdır. Xoşbəxtçilik üçün qəlbin böyümək lazımdır.